İrəvan Rusiyanın son dayağı idi, Paşinyan bitirdi. Nikol Paşinyan və Vladimir Putin arasında aprelin 1-də Moskvada keçirilən görüş rəsmi olaraq işgüzar görüş kimi xarakterizə olundu. Əslində, bu İrəvanın Kremldən uzaqlaşması ilə bağlı uzun bir prosesin tamamlanması kimi görünür. İctimai açıqlamalar təmkinli olsa da, danışıqların məzmunu bunun əksini göstərir. Rusiya Qafqazda əsas oyuncu rolunu sürətlə itirir və getdikcə özünü real təsir rıçaqları olmadan müşahidəçi mövqeyində tapır. Axar az xəbər verir ki, bunu Ukraynalı politoloq Viktor Taran deyib. Paşinyanın Moskvaya səfəri razılığa gəlmək və ya dəstək qazanmaq cəhdi deyildi. Əksinə, artıq verilmiş bir qərarı möhkəmləndirdi. İrəvan strateji kursunu müəyyənləşdirib və Avropa standartlarına, eləcə də Qərblə təhlükəsizlik əməkdaşlığına doğru irəliləyir. Ermənistan rəhbərliyi artıq kritik anlarda gerçəkləşməyən Rusiya zəmanətlərinə güvənmir. Ermənistan tədricən qıtmıqda real iştirakdan geri çəkilir. Bu fonda xüsusilə şəffaflıq və müdafiə sektorunda islahat proqramları vasitəsilə NATO ilə əməkdaşlıq güclənir. Rusiyanın hərbi təsiri köhnəlmiş və təsirsiz görünür. Əslində, Moskvanın Ermənistanın təhlükəsizlik arxitekturasındakı iştirakı etibarını itirib. İrəvan 2026 il mayın 4-5-də keçiriləcək AB ilə ilk sammitə hazırlaşır. AB rəhbərliyinin iştirakı regionda güc balansında dəyişiklik deməkdir. Ermənistan Avropanın Qafqaz siyasətinin giriş nöqtəsinə çevrilir. Rusiya üçün bu, öz sərhədləri yaxınlığında təsirini itirmək deməkdir. Burada fərqli oyun qaydaları və iqtisadi əlaqələrin olduğu bir mühit yaranır. Ermənistan olmadan Rusiyanın Cənubi Qafqazdakı mövqeyi xeyli zəifləyib. Azərbaycan və Türkiyə müstəqil şəkildə hərəkət edir, Gürcüstan isə öz kursuna sadiqdir. İrəvan Rusiyanın bölgədə mövcudluğunu qoruyan sonuncu element idi. İndi bu amil aradan qalxır. Moskvanın təzyiqi artıq çəkindirici amil kimi qəbul edilmir və yalnız Avrasiya strukturlarından uzaqlaşmanı sürətləndirir. Şimal-cənub nəqliyyat marşrutu da problemli hala gəlir. Rusiya, İran və Hindistana gedən logistika axınlarını nəzarətdə saxlamaq üçün Ermənistan ərazisindən istifadə etməyə ümid edirdi. İrəvanın xarici siyasətindəki dəyişiklik və ABŞ-ın regiondakı aktiv rolu bu planları məhv edir. Ermənistan Rusiyanın nəzarəti olmadan daha geniş beynəlxalq marşrutlara inteqrasiya etməyi seçir. Nəticə aydındır. Paşinyanın Moskvaya səfəri tərəfdaşlıqla bağlı deyil. Ermənistan müstəqil inkişaf modelinə və yeni ittifaqlara doğru irəliləyir. Rusiya təkcə müttəfiqini deyil, həm də Qafqazdakı mövqeyini itirir. İrəvanın növbəti addımları AB ilə may ayında keçiriləcək sammitdən sonra Avrasiya strukturlarından sonuncu dəfə çıxma sürətini müəyyən edəcək, o bildirib.